Videolar dubl 1. Bu test idi. Evdə internet zəifdirsə, videolar tez-tez donursa, axşamlar Wi-Fi yerlə sürünürsə, səncə problem provayderdədir? Bəlkə də Wi-Fi şifrən qonşunun telefonundadır artıq. Bu videoda Wi-Fi şifrəsini düzgün və təhlükəsiz formada necə dəyişmək lazım olduğunu göstərəcəm. Videoya axıra qədər bax, çünki çox adam bir detal var, orada səhv edir. Ümumiyyətlə, Wi-Fi şifrəsini niyə dəyişmək lazım olsun ki? Bəzi adamlar deyirlər ki, mən Wi-Fi şifrəm çox güclüdür. Heç dəyişməyə ehtiyac yoxdur. Amma bu belə deyil. Çünki Wi-Fi şifrəsini bir nəfərə versən, o da başqasına verəcək. Sonda lazımından daha artıq qoşulan olacaq. Modem də interneti bərabər böldüyünə görə görəcəksən ki, yenə də sənin telefonda internet çox zəifdir. Və ya da televizorunda. Yəni sən Wi-Fi şifrəsini başqasına verəndə nəticə etibarilə sürət düşür, gecikmələr baş verir və sən internetsiz qalırsan. Bəs Wi-Fi şifrəsini dəyişməsən nə baş verir? Sənin telefonun, televizorun, ümumiyyətlə evdə internetə qoşulu olan digər cihazlarında risk altına düşür və hətta bəzi hallarda sənin şəxsi məlumatların da oğurlana bilər. Yəni məsələ təkcə internetin zəifliyində deyil, həm də şəxsi məlumatın təhlükəsizliyindədir. İndi isə gəldik əsas məsələyə. Очень важный məsələyə. Wi-Fi şifrəsini necə dəyişmək lazımdır? Çox adam qorxur, deyir ki, yox, dəyişə bilmərəm filan. Amma inanın ki, çox asandır. Sadəcə olaraq dediklərimi addım-addım yerinə yetirsəniz, görərsiniz ki, Wi-Fi şifrəsini dəyişmək elə də çətin iş deyilmiş. Götürürük telefonu və yaxud da evdə kompüter varsa, kompüterlə də etmək mümkündür təbii ki. Telefon da, yəni hər kəsin evində kompüter yoxdur, amma hər kəsin evində telefon var. Və bizə lazım olan modemin IP ünvanıdır. Modemin IP ünvanını dəqiqləşdirmək üçün iki yol var. Ya modemin arxasına baxmaq lazımdır, orada yazılır IP ünvan. Və yaxud da telefondan özündə öyrənə bilərsən. Lakin bu halda ki, sən həmin Wi-Fi-ya, yəni öz modeminin Wi-Fi-na qoşulu olasan. Deməli, açırıq öz Wi-Fi-mızı, Wi-Fi ayarlarına, daxil oluruq ümumi Wi-Fi-ya. Burada öz qoşulduğumuz Wi-Fi-nin adı görsənəcək. Daxil oluruq burada bu işarəyə. Hansı ki, burada qoşulduğumuz Wi-Fi-ın məlumatlarını göstərəcək. Siqnal gücünü göstərir, qoşulma sürəti, təhlükəsizlik, alt şəbəkə maskası və s. və bizə lazım olan burada yönləndiricidir. Məndə Azərbaycan dilindədir. İndi bəzi telefonlarda bəzilərinizdə ingilis və yaxud da rus dilində də ola bilər. Orada ingilis dilində gateway, rus dilində isə şlyuz yazılacaq. Bax, bu yönləndiricidə görürsünüz 192.168.0.1. Bizə bu ünvan lazımdır. Bu ünvanı yadda saxlamaq lazımdır. Bəzilərinizdə fərqli ola bilər. Məsələn, 192.168.1.1 ola bilər və yaxud da 88.1 ola bilər və yaxud da 10-la başlaya bilər, 10.10.0.1. Amma əksəri hallarda evlərdə qoşulan modemlərin IP ünvanları bu formada olur. Ya 192.168.0.1 və yaxud da 1.1. 192.168.0.1-i yadda saxlayırıq və daxil oluruq hər hansı bir brauzerə. Chrome da ola bilər və yaxud da digər Safari ola bilər və digər brauzerlər də ola bilər. Daxil oluruq bura və həmin IP ünvanı olduğu kimi yazırıq. 192.168.0.1 və Enter və yaxud da daxil olmaq kimi düymələri basırıq. Məndə modem TP-Linkdir. Avtomatik TP-Linkin interfeysi görsənir. Burada indi məndə yalnız parol istəyir, amma bir çox modemlərdə həm login istəyəcək istifadəçi adı, həm də ki, şifrəni istəyəcək. Əgər modemi quraşdıran vaxtı usta və yaxud da özünüz dəyişməmsinizsə təbii ki, default olaraq burada admin olacaq. Yəni login də admin olacaq, şifrə də admin olacaq. Hamısı kiçik hərflərlə. Və yaxud da siz yenə də modemin arxasına baxmaqla orada görə bilərsiniz ki, modemin login və paroli nədir. Bir çox modemlərdə fərqli də ola bilər. Məsələn, login root yazıla bilər və yaxud da başqa bir söz yazıla bilər və siz həmin login və orada yazılmış şifrə ilə daxil ola bilərsiniz. İndi mən öz şifrəmi daxil edirəm. Daxil edəndən sonra bax belə bir interfeys açılır. Bizə lazım olan wireless 2.4 GHz hissəsidir. TP-Linklərdə bax bu cürdür. Müxtəlif modemlərdə müxtəlif formada yazıla bilər. Əsas odur ki, biz wireless hissəsini tapaq sol tərəfdə və yaxud da yuxarı tərəfdə də ola bilər. Məsələn, 2.4 hissəsinə daxil oluram, wireless 2.4 GHz. Wireless network name yazılıb. Burada mənim Wi-Fi-min adıdır. Amma bizə lazım olan Wi-Fi-nin təbii ki, adını da dəyişə bilərsiniz. Amma bizə lazım olan əsas şifrədir. Wireless Security bölməsinə daxil oluruq. Və burada Wireless Password bölməsində biz şifrəmizi istədiyimiz kimi
dəyişə bilərik. Əsas odur ki, şifrəni təkrar rəqəm və yaxud da hərflərdən ibarət olmasın. Rəqəm olsun, böyük hərf olsun, kiçik hərf olsun, minimum 8 simvol olsun və hər hansı bir başqa bir simvol da əlavə eləmək olar. Məsələn, ulduz, diyez, nöqtə, virgül əlavə edə bilərsiniz. Onda parolunuz daha etibarlı olur. Bax burada bu hissədə məsələn mən tutaq ki, sıfırın əvəzinə tutaq ki 1 əlavə edim və sonda save düyməsini basmaq lazımdır, yadda saxlasın. Save düyməsini basan kimi fikir verdinizsə yuxarıda avtomatik olaraq deməli Wi-Fi-nin işarəsi itdi. Yəni mən Wi-Fi-dan ayırdım modem. Çünki mən qoşulduğum modemin şifrəsi artıq dəyişdi. Və burada biz təbii ki, indi mən başqa Wi-Fi-yə qoşuldum. Həmin Wi-Fi-yə qoşsaq bizdən şifrə tələb edəcək. İndi qoşulmağa cəhd göstərir. Gördüyünüz kimi şifrə tələb elədi və mən yeni şifrəmi daxil edəcəm. Qoşul düyməsini basaq. Və gördüyünüz kimi yuxarıda Wi-Fi-nin işarəsi gəldi və mən Mail Online Wi-Fi-na qoşuldum. Yəni bu qədər sadə və bu proseduru təbii ki, kompüterdə də eyni ilə yerinə yetirmək olar. Wi-Fi şifrəsini dəyişəndən sonra təbii ki, nəyi unutmaq olmaz? Evdə Wi-Fi-yə qoşulu olan bütün cihazları yenidən qoşmaq lazımdır. Televizorda, smart televizorunuz ya başqa telefonlarınız varsa onları və yaxud da notebookunuz varsa, onları da Wi-Fi-yə yeni şifrə ilə qoşmaq lazımdır. Amma kabellə qoşulubsa, onlara ehtiyac yoxdur. Çünki onlar Wi-Fi şifrəsi ilə daxil olmur. Əgər bu videom xoşuna gəldisə, onda abunə ol. Çünki növbəti videom daha maraqlı olacaq.